Mən 1-2 saat olar təxminən bir dənə videoya baxmışam. Giriblər insanın evini sökürlər. İnsan da dayanıb sakin bayırda və izləyir ki, evimi sökürlər. Mənə birincisi çatmır ki, bu sən nəyi gözləyirsən? Niyə girib evində onları bildiyin kimi eləmirsən də? Yəni sən onlara hər şey eləyə bilərsən. Sən evə giriblər də. Oğru girir evə. Sən onu öldürə də bilərsən həmin moment. Çünki bu sənin üstünə gəlir. Başa düşdün? Bu isə sənin nəinki sənin üstünə, sənin evin üstünə gedib, sənin evi sökür və sən dayanıb baxırsan. Sən niyə dayanıb baxırsan ki? Get, vur, öldür, başına əz, tulla bayrağı. Kim niyə? Bu nə dərəbəylidir ölkədə? Var yoxsuzlar, nəsilsizlər, cındırlar, şərəfsizlər. Nə istəyirsinizsə cəmaatdan? Sən kimsən girirsən cəmaatın evini sökürsən? Var yoxsuz. Cavab ver görüm sən kimsən? Nəsilsiz, sən kimsən? Cəmaatın evini sökürsən. Cənab prezident, bəs də baxın da buna. Bu göstərmirlər sizə, çatdırmırlar, nədir? Axır ki, bezliyə biz də. Üzr istəyirəm bu sözlərimə görə. Nə qədər qəhrəman balası var ölkədə. Bəsdir də, bayaqdan mən özümə gələ bilmirəm. Yoxsa sərdən oturmuşam, fikirləşirəm ki, bu necə ola bilər? Sən ölkəni niyə pis günə qoyursan? Sən ümumiyyətlə ki, cəmaata, dövlətə, nə bilim, millətə, hər kəsə, vətənə niyə belə xəyanət edirsiniz? Şərəfsizlər. 5 manat pula görə bu qədər cındırlıq olmaz axı, bəs də. Cəmaatın pulunu ver, sonra köç. Tikinə qələt edirsən, elə də dayı. Ağzımızı niyə açırsan? Nəsilsiz. Adam dözə bilmir. Mən indi paylaşacağım o videonu. Adam dözə bilmir də. Mən şəxsən ölkədə deyiləm, dözə bilmirəm. Yaxşı ki da ölkədə deyiləm. Sizin kimi perpeysərə görə o qədər poxa düşmüşəm ki, daha bezmişəm. Bəs türündə şərəfsizlik elədiniz də, bəs türündə la. Qeyrətiniz olsun da biraz. Arvad evdə olmur, arvadın evini sökürsünüz. Kişi evdə olmur, kişinin evinə girirsiniz. Bu qədər nəsilsizlik olmaz da, bəs də da.